Sənin, mənim borcum insanlara nəsihət eləmək və nəsihəti də qəbul eləmək. Bir kəsdə bir səhv addım görəndə başa salmalısan, öyrətməlisən, yolunu göstərməlisən. Və ya sənə kimsə nəsihət edəndə ki, qardaş xəta eləmisən və s. sən qəbul eləməyi də bacarmalısan. Bunun özü bir cəsarət tələb edir. Nəsihəti belə qəbul eləmək, xətanı etiraf eləmək. Ona görə İmam Zəhəbinin qəşəng sözü var. İxlasın əlamətlərindən biri odur ki, bir qardaşın sənə eyblərimi sənə deyəndə, qayıdıb deyəsən ki, eyblərimi mənə hədiyyə eləyən qula Allah rəhmət eləsin. Bu sənə bunu göstərir də, qıraqda danışma ki, qardaş, düzdürmü? Qeybət eləmir ki. Sənə deyir, deyir, qardaşım, bunu səhv etdin. Burada bunu eləmək olmaz. Bu günahdır. Allahdan qorxmaq lazımdır. Tövbə etmək lazımdır. Salih əməllərə yönəldirsən, xeyir öyrədirsən. Mömin güzgüsüdür. İnsan bəzən öz günahlarını görmür, düzdürmü? Xətalarını görmür. Nə deməkdir mömin güzgüsü? Sən güzgüyə baxırsan, özünü görürsən, düzdür? Görmürsən özündə olan eyblər, xətaları. Amma qıraqdan bir qardaş deyəndə, Allah razı olsun, düz deyirsən qardaş, düzəldəcəm. Çox sağ ol, təşəkkür edirəm. Allah sənə rəhm eləsin.